Hər bir tərəf özünü qalib elan elədi zaten. Dünən səhər saat, bu gecə daha doğrusu, səhər saatlarında Tehran küçələrində mitinqlər oldu, bayraqlarla ki, biz qalib gəldik. Amerikanı vurduq. Bəli, biz qalib gəldik. Bu siz mənə nəyə xatırlatdı? Haşiyə olaraq o Şimali Koreya Braziliya ilə futbol oynamışdı. Hesab 2-1 bitmişdi, amma Şimali Koreya televiziyası ancaq Şimali Koreyanın qolunu göstərmişdi 1-0. Və elə də elan elədilər öz xalqına ki, biz Braziliyanı 1-0 utduq. Amma 2 qolu göstərmədilər. Eyni şey burada da baş verir. Bəli, İranın İsrailə vurduğu raket zərbələri kifayət qədər İsrail tarixində görünmədik qədər dağıntılar yaratdı. Bəli. Amma Amerika hərbi bazalarının vurulması nə idi? Əvvəlcədən xəbərdarlıq olundu, danışıqlar oldu. Yeri gəlmişkən tək İran bunu etmədi. Amerikada öncədən təqribən 48 saat öncə, 36 saat öncə xəbər vermişdi İrana ki, haranı vuracaq və necə vuracaq. Və onu da təhlükəsizliklə əlaqəlidir. Bir tək danışılmış oyunun məsələsi deyil. Yəni, məsuliyyətli siyasətçilər düşünürlər ki, orada plutonium var. Ona bir bomba zərbəsi dəysə, bu olacaq çikili atom bombası. Havaya yayılacaq. Havadan şərqə də gedə bilər, cənuba da gedə bilər, şimala da gedə bilər, ərəb ölkələrinə də gələ bilər, İsrailə də gəlib çata bilər yeri gəlmişkən o bulutlar. Ona görə də onlar öncədən xəbərdarlıq elədilər Amerika. Onlar çıxartdılar nüvə ehtiyatlarını, avadanlıqlarını vurdular. Eyni şey İran da elədi. Öncədən xəbərdarlıq elədi, amma İranda daha belə deyək də teatral oldu bu. Çünki məsələn ilk zərbə Suriyaya dəydi. Suriyadakı hərbi bazaya. Maraqlı olan nədir? Suriyadakı hərbi baza tamamilə boşdur. Yəni oradan Amerikanlar bir dənə gözətçilərini qoyub çıxmışlar və Amerika mətbuatında məlumat var idi ki, Amerikanlar tamamilə oradan çıxanda o bazanı partladacaqlar. Çünki başqalarının əlinə keçməsin. Oradakı daşınılmaz avadanlıqlar da var da, yəni artıq quraşdırılmış. İndi faktiki olaraq Amerikanın işini İran gördü. O avadanlıqlar əgər doğrudan da vurulubsa, elə Amerika zaten oranı partladıb çıxacaqdı. Və yaxud da Qətərdəki Amerika hərbi bazasına öncədən xəbərdarlıq olundu ki, vurulacaq. Oradan 26 təyyarə var idi. Hamısı çıxarıldı Səudiyyə Ərəbistanına, oradakı bazaya, Bəhreyndəki bazaya. Əskərlər çıxarıldı. Amerika televiziyası, CNN, BBC, Fox News həmin zərbədən 4 saat qabaq öz vətəndaşlarına müraciət elədi. Hətta telefonlarına SMS göndərildi ki, Qətərdə yaşayanlar boşaldın, gedin, belə deyək də, sığınacaqda qalın və yaxud da qapalı məkanlarda qalın, açıq havaya çıxmayın. Açıq havaya çıxmayın da niyə deyirlər? Çünki o raketlər vurulanda onların qəlpələri olur da, ola bilər küçədə düşsün. Video da var, Qətərdən videolar yayıldı, Telegram kanallarda gördünüz yəqin ki, vurulan raketin parçaları yol kənarına tökülmüşdür. Yəni ona görə deyirlər ki, içəridə oturun, çöldə dayanmayın. Yəni məqsəd hər bir tərəfin öz məqsədi var idi. Hər bir tərəfdə öz məqsədinə çatdı. Bir İrandan başqa. Amerika Birləşmiş Ştatları girmək istəmirdi müharibəyə. Heç cür girmək istəmirdi. Trump uzun müddət uzatdı bu məsələni. Amma İsrail qarşısında olan öhdəliklər var. O müttəfiqlik öhdəliyi var, İsrail lobbisi var, bəli, Konqres var, Senat var. Yəni bir şey etməli idi Amerika. Onu etdi. Yəni bacara biləcəyinin məsələn 5%-ni elədi. Eyni şeydə İrana tanıdı. Hətta Trump'ın tweetində maraqlı bir ifadə var da. Ümid edirəm ki, İran içini boşaltdı. Yəni tamamilə qəzəbini boşaltdı da, bununla da bitsin. Yəni onlara da bir haqq tanındı ki, yaxşı, üzümü ona çevirəcəm, sən də vur. Göz xalqıma nə hissən elan elə. Amma mənə elə gəlir ki, maraqlı proseslər bundan sonra başlayacaq. Çünki Qərbin, İsrailin də ən böyük səhvlərindən biri o idi ki, düşünürlər ki, xarici müdaxilə ilə İranda müxalif hərəkatı gücləndirərək rejimə, sistemə qarşı hansısa bir ciddi müxalifət dalğası yaranacaq. Bu şərq toplumlarına xas xüsusiyyət deyil. Bunu anlamalıdır Qərb. Bu şərq xüsusiyyət. Ya İraqdakı kimi oldu ki, İraqda o qoşun girdi də, Amerika qoşunu, əskəri girdi, Səddamı həbs elədi. Əgər orada da quru əməliyyat olmayacaqsa ki, bunu əvvəlcədən bilirdik, mümkün deyil İranda quru əməliyyat, heç vaxtda olmayacaq. Ancaq olsa belə bunda mümkün təhdidləri var, yəni İran-İraq deyil. Əlbəttə, 90 milyonlu əhalidir, ərazisi çox böyükdür və əhalinin kifayət qədər belə güclü ordusu var. İranın kifayət qədər də ciddi texnikasını oldu, görür İsrailin şəhərlərini vuranda. Texnikası deyəcəm, raketlər, bəli. Yəni, söhbət ondan gedir ki, bu müharibədə Amerika Birləşmiş Ştatları minimum itki ilə maksimum sifətini qoruyaraq çıxmağa çalışdı ki, buna hələlik nail oldu. Dünən Trump'ın tweetləri buna da sülh gələcək.
Allah İsraili də qorusun, Allah İranı da qorusun, Allah dünyanı qorusun. Yəni belə bir yaxşı sağlıq dedi Trump dünən, belə bir tweetlə dünyaya bir salamladı, necə deyərlər. Və İsrail də istəyinə nail oldu ki, çoxdandır vurmaq istəyirdi, vurdu. Xeyli dərəcədə potensialını zəiflətdi. İran da göstərdi ki, İsrailin dəmir qübbəsi heç də elə söylənilən kimi 99,9% işləmir. Dəliklər var, problemlər var və bu problemləri göstərdi. İranın da öz raket proqramının nə qədər güclü olduğunu göstərdi. Amma belə deyək də, son nəticədə nə oldu? Son nəticədə bir daha dünyaya mesaj getdi ki, belə bir dünya yaşana bilməz hala gəlir. Məşhur Maslow piramidası var, yaşamla bağlı 5 pilləri. Onun ilk 2 pilləsi sağ qalma, yeməyə, içməyə, suya, nəfəs almağa çıxış imkanıdır. Alimlər deyirlər ki, Allaha min şükür, insanlıq bunu 20-ci əsrdə, 20-ci əsrin sonuna qədər bu 2 pilləni keçdi, qutardı. İndi 3-cü, 4-cü, 5-ci, yəni nirvanaya gedirik də, insanlıq özünü realizə etmək, yaxşı yaşamaq, hamı yaxşı yaşayacaq, ac olmayacaq, xəstəliyi olmayacaq və s. və s. İndi gəldik təzədən düşdük həmin o 2000 il bundan qabaq ki dövrə. Yəni birinci ilk pillə artıq əlçatan deyil, bəzi ölkələrin buna əli çatmır. Nə sağlamlığını qoruya bilir, nə nəfəs almasını qoruya bilir. Evdə oturan yerdə başına bomba düşür. İstəyir İsraildə, istəyir İranda, istəyir Fələstində. Fələstində ümumiyyətlə insanlıq faciəsi yaşandı bu aylar ərzində. Yəni bu bir daha sübut eləyir ki, artıq bitirmək lazımdır və artıq o masa qurulmalıdır. Oturub yeni oyun qaydaları hazırlanmalıdır. Oyun qaydalarını quracaq ölkələrin siyasi aşağı-yuxarı bəllidir. Müharibələr artıq bitməlidir. Bəli, yəni oturub danışmaq lazımdır və anlaşmaq lazımdır. Çünki 40-cı illər, yəni 2-ci Dünya müharibəsi dövründə, elə yeri gəlmişkən ilk konferans Tehranda oldu 43-cü ildə. Sonra Yaltada oldu, axırıncı Potsdamda oldu. Amma bu da belə yekunlaşdırmadı müharibələri. 75-ci ildə anlaşdılar. Helsinki'də. Anlaşdılar ki, daha deyən. Və bu Helsinki anlaşması təqribən 90-cı, 91-ci ilə qədər işlədi. İndi yeni bir anlaşma lazımdır ki, heç olmasa 25 illik dünya önünü görə bilsin də. Önünü görə bilsin ki, nə olacaq? Sərhədlər dəyişəcəkmi, dəyişməyəcək? Ölkələrin inkişafı hansı formada olacaq? İqtisadi münasibətlər hansı formada olacaq? Təhlükəsizlik çətiri hansı formada işləyəcək? Təhlükəsizlik o qədər qəliz bir məsələdir ki, sənin təhlükəsizliyin mənim təhlükəsizliyimə təhdid yaratmayana qədər davam edə bilər də. Amma indi elə deyil axı. İran 1500 kilometr aralıdadır, 1200 kilometr aralıdadır İsraildə. Deyir, mənə təhdid sən vurur. İran deyir ki, İsrail məni yer üzündən siləcəm. Fələstin meydanı var, bilirsiniz Tehranda. Orada bir saat quraşdırıblar. İsrailin yer üzündən silinməsi tarixini göstərir. Nə işin var ki, niyə yer üzündən silməlisən? Niyə İran yer üzündən silməyini istəməlidir İsrailin? Niyə də İsrail İranın yer üzündən silinməsini istəməlidir? Niyə? 1200 kilometr aranızda məsafə var. Niyə Fələstin xalqı adi yaşamaq hüququndan məhrum olmalıdır? Niyə? Uşaqlar, gənclər, qocalar ölməlidir. Niyə? Bütün bu niyələrə cavab verəcək bir masa qurulmalıdır. Və çox maraqlıdır ki, bu masa artıq çox qütblü və çox şaxəli fragmental dünyanın masası olacaq. Əvvəlki qütb var idi, SSR, Amerika. Otururdular, danışırdılar. Britaniya da iştirak eləyirdi, amma Britaniya arxa plandaydı və Anglo-Saks kimi Amerikanın yanındaydılar da, yəni başqa bir şey. Ona görə məsələn, haşiyə olaraq onu deyim ki, Fransızları 2-ci Dünya müharibəsinin qaliblərindən biri kimi etmək Stalinin ideyası idi ki, Anglo-Sakslarla tək qalmasın. O məşhur bir ifadəsi var da, Alman generalı hansı ki, kapitülyasiya haqqında girir içəri, görür ki, Fransız generalda oturur. Deyir, bunları başa düşdü. Biz buna da buduzduq, yəni. Biz Paris, bir günə işğal edilmiş Fransa. 40-cı ildən bəri Parisdə idik də, yəni. Biz bunlara da buduzduq, yəni. Bax, eyni iş, amma Stalinin təklifi idi ki, mütləq De Gaulle Fransası mütləq olmalıdır masada. Çünki Anglo-Sakslarla tək qalmaq istəmirdi və fransızların da Britanlardan yumşaq desəm xoşu gəlmədiyini hamı gözəl bilir də, 100 illik müharibələr və tarixdə də həmişə imperiyalar, Fransız imperiyası ilə Britaniya imperiyasının rəqabəti olub. Yəni, indi də artıq fragmental dünyanın təməlləri atılır deyə regional güc mərkəzlərinin də rol ala biləcək yeni bir təhlükəsizlik konsepsiyası yaradılmalıdır.